Salam dostlar, hər vaxtınız xeyir olsun. Biz elektron ticarət platforması seçərkən, yəni hansı platformadan istifadə edəcəyimizə qərar verərkən dedik ki, başlanğıcda WooCommerce bizim üçün, yeni başlayanlar üçün idealdır. Texniki biliklər və s. tələb etmir. Və biz istədiyimiz hər modulu əlavə olaraq bura rahatlıqla quraşdıra bilirik. Bizim quraşdıra biləcəyimiz modul sayı, qoşma sayı yüksəkdir. Bu gün biz bundan öncəki dərsdə saytımızı Google-a tanıtdıq. Google linkləri üçün hardan Google linkləri yüklənir onunla tanış olduq və analitik nədir onunla tanış olduq. İndi isə biz WordPress üçün SEO qoşması olan Rank Mat haqqında tanış olacağıq və onunla saytımıza yükləyəcəyik, ödənişli və ödəniş versiyasını görəcəyik, ödənişsiz, yəni ödənişli və ödənişsiz versiyasını görəcəyik və onun necə quraşdırmaq lazım olduğunu öyrənəcəyik. Daxil olsaq biz yenidən qoşmalara, qoşmalar hissəsinə daxil olub yeni bir qoşma əlavə etmə hissəsinə gəlib nəzərə alın ki, bu son illərdə ən yaxşı SEO qoşmasıdır WordPress üçün. Gördüyünüz kimi daxil oluruq buna. Bu hissədən isə yüklədikdən sonra Activate hissəsi gəlir. Bu hissəni keçirik və buradan hansı qurulumu istəyir? Asant, əlavə gəlişdirilmiş və custom mod var. Bu da ki, Rank Mat'ın Pro versiyası üçündür. Pullu və pulsuz versiyası var. Belə deyə, üçüncü modu biz pullu versiyada istifadə edə bilirik. Ümumiyyətlə tanış olsaq biz görərik ki, Rank Mat'da nələr var və nələr istifadə olunur. Onun öz saytına daxil olaraq görə bilərik və görə bilərik ki, 3 milyondan çox şəxs buradakı məlumatlardan, yəni bu qoşmadan istifadə edir. Və burada ümumiyyətcə Rank Mat'ın Help hissəsində, ondan sonra Tool hissəsində və digər hissələrində bizim üçün kifayət qədər ödənişsiz məlumatlar var. Biz bugünkü dərsimizdə ödənişli hissəsində ödənişli qoşmanı da qoşacağıq və buradan qiymətlərə baxsaq görərik ki, müəyyən paketlər verir və aylıq olaraq 6 dollardan başlayır, 7 dollardan başlayır. Bu da Azərbaycan pulu ilə vergiləri və s. nəzərə alsaq 7 dollar, 14 dollar və biraz daha çox nəzərdə tuta bilərsiniz aylıq ödənişini. Yeni başlayırsınızsa ödənişsiz versiyası da sizin üçün kifayətli. Sadəcə göstərmək məqsədindən bugün sizə ödənişli versiyasını da qoşacağıq. Gördüyünüz kimi buradan artıq seçilib onlayn mağaza, orqanizasiya varmı? Yəni hansı bizneslə məşğulsuz? Dostlar, biz bu hissədən məlumat daxil etməliyik, hansı ki bizim biznesimizin tipi nədir və ən uyğun olan geyim üçün olan hissəsidir və yaxud da sadəcə olaraq mağaza hissəsidir seçdik. Web saytımızın alternativ adı varmı? Alternativ adı da eyni adı daxil edirəm. Və Google-a yükləmək üçün bizdən logo istəyə bilir. Bəzi şəkilləri səhvən tema qovluğuna əlavə etmişəm. Buradan saytımız üçün loqonu əlavə edirik. Burada isə daha öncə sayta yüklədiyimiz nümunə üçün bir neçə məhsulun şəklini görürsünüz. Biz buradan şəkli yüklədik. Logo hissəsini və yükləyirik. Save and continue deyirik. Bu hissədə isə bizə sitemap yaratmağı təklif edir, istəyib istəmədiyimizi təsdiqləyirik. Əlbəttə ki, bu bizim üçün vacibdir, çünki buradakı sitemapi yaratdıqdan sonra bunun linkini biz Google-a atacağıq, yəni ona yönləndirəcəyik. Oradan bizim saytda olan məhsulları, bloqları və s. çəkəcəkdir. Burada bizdən soruşur ki, sitemapə nələr əlavə etsin. Yazılar var, səhifələr var. Bu Elementor'un belə deyək, faildə istifadə etmirik, HTML blokları istəmirik, slaytları istəmirik, portfolio istəmirik, məhsulları istəyirik, yazıları istəyirik, səhifələri istəyirik və fərdi tabları istəyirik. Ümumiyyətcə birində adlarını ata bilər, məhsul kateqoriyalarını ata bilər. Bu hissələr bizim üçün kifayət edir.
Bu hissəni də olduğu kimi saxlayaraq save and continue deyirik. Artıq bizim üçün rəng mat qoşması da qoşulubdur. Biz bunun istifadəsini ətraflı görəcəyik. Lakin biz buradan ayarlar hissəsinə daxil olub nəsə etməyimizə ehtiyac varmı? Xeyr, ehtiyac yoxdur. Gördüyünüz kimi burada rəng matının özünün içində əlavə qoşmalar var ki, biz onları istifadə etməyə bilərik. Burada nələr var? Misal üçün analitik hissəsi aktivdir. Şəkillər üçün SEO hissəsi olsun. Bu nə deməkdir? Bizim şəkillərdə, yəni Google-da axtarış edərkən şəkillərə daxil olanda şəkillərin belə önə çıxması üçün müəyyən məlumatlar var. LMS text. Bu da son dövrlərdə artıq SEO-ya daxil oldu. Süni intellektlərin saytımıza daxil olmasına icazə verən və saytımızdakı məlumatlardan istifadəsinə icazə verən bir hissədir. Bunu da aktiv edirik. Gördüyünüz kimi burada bəzi qoşmaların qarşısında Pro deyə qeyd olunub. Bu rəng matın ödənişli versiyasında istifadə olunur. Biz buradan başqa nəyi aktiv edə bilərik baxırıq və digər müxtəlif qoşmalar vardır ki, biz bunları ödənişli versiyada istifadə edirik. İlkin baxışda məncə lazım olan bütün modullar aktivləşdirilib. Bu bizi yenidən aparır quraşdırmaya, geri qaydırıq. İndi isə dostlar, bu hissədə sitemap ayarları olan hissəyə daxil olaraq bu linkin üzərinə tıklasaq, görürük ki, bizim üçün burada bir neçə link var və linklərə baxaq. Burada səhifələrin linki var saytımızda, məhsulların linki var. Daxil olsaq məhsulların linkinə burada bir neçə məhsul göstərir və bunların bəziləri qoşmamızı yükləyərkən, dizaynımızı yükləyərkən avtomatik gələn məhsullardır və aşağıdakı hissələr isə bizim nümunə üçün yaratdığımız məhsullardır. İndi isə biz bu linki kopyalayaraq bir öncəki linki Ctrl+C edərək daxil olmalıyıq Search Console-a. Buradan isə mülk olaraq saytımızı seçirik və bu hissəyə linki daxil edərək enter verə bilirik. Gördüyünüz kimi burada linkə gedib oxuyacaq məlumatları. Daha sonra isə göstərəcək ki, burada olan linklərimiz Google-da yoxdur. Dizin əkləməsini istə basaraq linklərimizin Google-a əlavə olunmasını və bizim də saytımızı sıralamaya daxil etməsini istəyirik. Gördüyünüz kimi burada xəta verdi. Mən bu xətanı həll edim. Deməli dostlar, mən səhv daxil etmişəm. Linki daxil etmək yerinə sitemap linkini daxil etmişəm. Onu isə sayt xəritələri hissəsindən edirik və sayt xəritəsi hissəsinə bu linkin sonluğunu yapışdırmalıyıq. Gördüyünüz kimi sayt xəritəmiz yükləndi və bir müddətdən sonra bizim məlumatlara baxılaraq sayt xəritəsindəki linkləri, məhsulları bu hissəyə yükləyəcəkdir. Nəzərə alın ki, əgər bizim hansısa bir məhsulumuzun linki yüklənməyib, sonra orada yoxdursa yeni bir məhsul əlavə etmişiksə, daha tez olmağını istəyiriksə Ctrl+C edərək linki bu hissəyə daxil olaraq artıq bu hissədə məhsulun linkini daxil edə bilirik. Gördüyünüz kimi linkə getdi və bizim üçün belə bir səhifə açıldı ki, bu sayfanı yoxladı. Yəni link Google-da görsənmir. Həmən linkin Google-da görsənməsini istəmək üçün ok veririk. Gördüyünüz kimi dostlar, artıq təsdiqini tapdı. Biz Google-a bir sorğu atdıq ki, bu linki öz sıralamana daxil etməyini istəyirik və yaşıl formada, uyğun formada təsdiqləndi. Və bu hissəni də bu formada gördük. Növbəti mərhələdə gəlin biz saytımıza rəng matın ödənişli versiyasında qoşaq. Bunun üçün də əlavə bir qoşma var, onu biz əldə etmişik ödənişini edərək. Məhsullar hissəsi, qoşmalar hissəsinə yenidən daxil oluruq. Bu hissədən artıq manual olaraq qoşmanı yükləyirik. Və gördüyümüz kimi daxil olaq SEO by rank.
Artıq biz rank mata daxil olsaq görərik. Burada daha öncə ödənişli seçim olaraq Proda görsəndiyi kimi artıq burada həmən hissəni də biz əlavə edə bilirik. Gördüyümüz kimi. Ümumiyyətcə, indi isə şəkillərlə bağlı SEO hissəsinə daxil olaq. Burada nə qeyd edirik? Alt atributları görsənsin. File name və yaxud da ki, məhsul adı ola bilər. Bu hissədən digərlərini də təsdiqləyək. Digər hissələr isə hələ ki ehtiyac yoxdur. Gördüyünüz kimi artıq burada rank mat business qeyd olunur. Yəni ödənişli versiyasından istifadə edirik. Hansı ki aylıq 21 dollaradır. 21 dollar olan versiyasından istifadə edirik. Dostlar, biz bu hissədə rank matda general setting ümumi ayarlar hissəsinə daxil olub, WooCommerce hissəsinə daxil olduqda bizim üçün bir neçə səhifə açılır, məlumatları görürük və burada biz saytımıza daxil olarsak və hər hansı bir məhsul istəsəkdə linkə baxdıqda görərik ki, linkdən əvvəl ürün və yaxud produkt və s. məhsul deyə saytın adı ilə məhsul adı linki olan hissənin ortasında bir kateqoriyanın və s. digər bir hissənin adı vardır. Bizə bu SEO cəhətdən uyğun deyildir. Biz bu hissəni qaldırmaq istəyiriksə aradan remove base, yəni hansı ki shop hissəsi ola bilər, product hissəsi ola bilər, onu saytımızdan yığışdıra bilərik və digər bunları basdıqda biz həmən hissələri, belə deyək, prefiksləri, önlükləri ləğv edirik və bu bizim SEO üçün saytımızda mütləq etməli olduqlarımızdan biridir. İndi isə bu hissədən saqlanit veririk. Bəli, artıq həmən ayarlamaları qeyd etdik. Həmən ayarlamaları qeyd edib məhsul yenilədikdə səhifəni görürük ki, artıq burada həmən ürün hissəsi bizim saytımızın linkində görsənmir. Bu da etməli olduqlarımızdan biridir. Dostlar, bu dərsimizdə artıq biz SEO üçün digər lazımı qoşmalardan biri olan rank mat qoşmasını qoşduq və orada ilkin lazımı olan ayarları necə verməli olduğumuzu öyrəndik. Diqqətiniz üçün təşəkkürlər, minnətdaram.